Hər vaxtınız xeyir. MİQ və sertifikasiya hazırlayan ibtidai sinif müəllimlərimizi nəzərinə çatdırım ki, artıq bundan sonra biz sizə ödənişsiz formada maksimum dəstək olacaq. Elə bir dəstək ki, inanmıram ki, hansısa ödənişli dərsə qoşulanda sizə bu formada, bu cür geniş miqyasda və bu cür keyfiyyətdə xidmət göstərsin. Təbii ki, bu mənim şəxsi fikrimdir. Dərslər YouTube kanalımızda ödənişli şəkildə paylaşılandan sonra özünüz də baxıb dəyər verəcəksiniz. Təbii ki, bu da sizin seçiminiz olacaq. Amma dəstək qarşılığı olmalıdır. Biz sizə maksimum dəstək göstərməyə çalışacağıq və bu dəstəyimizi davam etdirməyə çalışacağıq. Bunun müqabilində siz də bizə dəstək olmalısınız. İndi mən bizim dəstəyimiz nə olacaq? Sizdən gözlədiyimiz dəstəyində onun haqqında daha ətraflı məlumat verəcəyəm. Amma siz zəhmətə dəyər olaraq videonun bu 3-5 dəqiqəlik hissəsini axıra kimi izləyin. Çünki mən bu videonu ayrıca çəkirəm. Bütün videoların əvvəlinə yapışdıracağam və bu barədə hər birinizin məlumatı olsun istəyirəm. Keçirəm dəstəyə. Birinci bizim göstərəcəyimiz dəstəyə. Biz nə dəstəyi göstərəcəyik? YouTube kanalımızda ödənişsiz formada riyazi bazı dərslərimiz hansı ki saytdadır, ödənişsiz formada paylaşacağıq. Daha çox uzatmamaq üçün aşağıya çəkmirəm. 26 dənə video dərsdir. Hər biri playlist formasında düzəldiləcək səliqəli ardıcılıqla. Orada paylaşılacaq. Rahat şəkildə ardıcılıqla izləyə biləcəksiniz. Riyazi bazı dərslər haqqında qısa olaraq deyim ki, bu məsələlər deyil. Siz burada riyazi bazı formasındasınız, məsələlərə girişsiniz. Yəni birinci ələb bilməliyiz, toplama nədir, çıxma nədir, vurma nədir, bölmə nədir, qallı bölmə nədir, adi kəsir, onluq kəsir, müsbət, mənfi, tənlik, bərabərlik. Sadəcə belə bir şeylər öyrənirsiniz. Tam hazır olsun, sonra girişəcəyik məsələlərə. Birinci bazı dərslərimizdə çox uzatmaq istəmirəm. Onu paylaşdıq 26 video. Burada MHM 2025 yazmışam. Qara üzlü kitabdır, 4500 testi olan qalın kitabdır. Burada MHM kitabının, daha uzatmıram, 150 videoda hərəsi 2 saatlıq. Çox böyük bir zəhmət var. MHM kitabının bütün mövzularının ətraflı şəkildə izahı və hər bir testin, 4500 testin hər birindən ətraflı şəkildə izahı verilir. Ay bu onun təkrarıdır, yox bu asandır, belə bir şey yoxdur. Hər birindən acılıqla izahı verilir. Biz bu formada sizə dəstək olacağıq. Siz çox rahat bir şəkildə oturub hər bir testi evdə işləyə də bilərsiniz. Mövzu izahına baxandan sonra ilşəndə videoda hər bir testin izahını tapıb tezdən izləyə bilərsiniz ki, bu hissədə nə səhv eləmişəm, nəyi başa düşmüşəm və s. Bunun müqabilində keçirik sizin dəstəyinizə. Siz bizə necə dəstək ola bilərsiniz? Siz bizə, mən bilirəm ki, elə bir minimum ödənişli sınaq qrupu açırıq ki, ona 90%, 95%-in imkanı çatar. Ən azından mən belə düşünürəm. Təbii ki, istisnalar da ola bilər. Çünki bu nisbi anlayışdır da. Kimin imkanı çatmırsa o öz yerində. Yəni bunu vicdanla özünüz hesablaya biləcək gücdəsiniz. Yəni görəcəksiniz, yox da, rahatsızım çoxdur deyir, mənim ona imkanım yoxdur. Aylıq 20 AZN ödəniş etməklə bizim sınaq qrupumuza qoşulursunuz və bizə dəstək olmuş olursunuz. Amma sınaq qrupuna da boş-boşuna qoşulmursunuz da. Sınaq qrupuna da qoşulanda həm bizə dəstək olmuş olursunuz, həm də biz sizi biraz daha mükəmməl bir şəkildə təkmilləşdiririk. Görün nələr əldə edirsiniz. Sınaq qrupuna qoşulanda, artıq bu ödənişli qrupa qoşulanda deyirəm nələr olacaq. Ki, qoşulmayanlar buradan da olsa öyrənə biləcəklər. Sınaq qrupuna qoşulanlar mövzu sınaqları əldə edirlər. Elə belə mövzu sınaqları deyil bu. Baxın, məsəl üçün 6 dənə sınaqdır. Bazı dərsini əhatə edən sınaqlar, o öz yerində. Ondan sonra MHM kitabı başlamır. Siz 2 mövzu izahını izlədiniz, o 2 mövzu testini işləmədiniz. Bax, o 2 mövzunu əhatə edən mövzu sınağı 1. Mövzu sınağı 2-də digər 2 mövzunu əhatə edən mövzu sınağı. Mövzu sınağı 3-də hər 2 dənədən bir. Başdan ayağına öyrənmişsə o bax, bir ilə ikinci sınaqdakı mövzular. Yəni indiyə kimi nə öyrənmişsə onların qarışıq sınağı. Bax, mövzu sınağı 4-də 2 mövzu, mövzu sınağı 5-də 2 mövzu, mövzu sınağı 6-da yenə də 1-dən 5-ə kimi. Yəni başdan ayağa. Yəni həftə 3 dəfə mövzu sınağı paylaşılacaq və təbii ki, onların izahı. Bir dəfə mövzu sınağı, ikinci dəfə mövzu sınağı, üçüncüdə isə yenə mövzu sınağıdır, amma başdan ayağa. Növbəti həftə mövzu sınağı 2 dənə. Üçüncüdə 2 həftə bir yerdə başdan ayağa. O bir həftə mövzu sınağı yenə də başdan ayağa. Yəni bu formada 40 dənə mövzu sınağının və mövzu sınağının izahını izləyəcəksiniz, işləyəcəksiniz və izləyəcəksiniz. Və imtahana 1-2 ay qalmış vaxtda isə ümumi sınaqları keçdik. Hazırda burada 80-dən çox ümumi sınaq var. Əlavə sınaqlar da əlavə olacaq. 2-3 ay qalmış isə gündəlik biz sizə sınaqlar verəcəyik və həmin sınaqların izahını verəcəyik. Və bundan da əlavə bizim ödənişli WhatsApp qrupumuzda olacaq. Daha doğrusu ödənişli WhatsApp qrupumuzda olacaqsınız həmin qrupa qoşulanda. Həmin WhatsApp qrupunda da gün ərzində kimin nə sual yazır, gecə gündüz səhər sualını yazır və mən sutka ərzində mütləq şəkildə cavablandırıram o sualları. İstər sınağa aid, istər YouTube-da izlədiyi mövzu izahına aid sual yarana bilər, istər başqa bir vəsaitdən sual yarana bilər, fərqi yoxdur.
İbtidai sinif müəllimlərini əhatə edə biləcək bütün suallara bir yerdə müzakirə eləməyə mən hazır. Təbii ki, riyaziyyatdan, başqa fəndən demirəm. Belə, ağlıma gələn bütün məlumatları verdim. Əlaqə nömrəsi burada olacaq. 077 325 70 77 nömrəsinə WhatsApp-da yazaraq dərslərimizə qoşulub həm bizə dəstək olmuş olarsınız, həm də özünüzü biraz da təkmilləşdirmiş olarsınız və ümid edirəm ki, bizə mütləq şəkildə dəstək olacaqsınız. Keçək videomuza. Hər vaxtınız xeyir. MHM kitabının izahımıza qaldığımız yerdən davam edirik. Bu dəfəki mövzumuz, görüm qələmi seçmişəm, hələ. Ardıcıl ədədlər və ədədi orta mövzusunun mövzu izahıdır. Yaxşı. Ardıcıl ədədlər və ədədi orta mövzusunun mövzu izahıdır. Bu qısa video olacaq. Siz bu videoda mövzu izahına baxacaqsınız. Mövzu izahını dərk eləməyə, orada vacib məqamları öyrənməyə çalışacağıq. Ondan sonra növbəti videoda artıq öyrəndiklərimizi testlərimizə dərinlə tətbiq edib işləyəcəyik. Hələ ki, mövzu izahımızdır. Yəni, başlayaq vaxt itirməyək. Ardıcıl ədədlərin mövzu izahını verəcəyəm. Sonra ədədi orta çox qısa bir mövzu izahı verəcəm. Sonra onların bir-birinə əlaqəsini göstərəcəm. Onların bir-birinə əlaqəsi var. Ona görə ikisini bir video salmışam. Diqqətlə, səbirlə qulaq asın. Ardıcıl ədədlər çox uzun bildi, amma mən yenə də deyəcəm, birdən bilməyən olar. Ardıcıl ədədlər deyəndə təbii ki, məsələnin içində veribsə və ya sual kimi veribsə, birinci vacib məqam sadəcə rahat şəkildə sual oxumalıdır. Görək orada nə deyib. Çünki orada ardıcıl natural ədədlər də deyə bilər, ardıcıl tək ədədlər də deyə bilər, ardıcıl cüt ədədlər deyə bilər, ardıcıl 3-ə bölünən ədədlər deyə bilər, ardıcıl 5-ə bölünən ədədlər deyə bilər və s. və s. Bu da çətin bir şey doğru başa düşsük. Birinci, gəlin başlayaq ardıcıl natural ədədlərdən. Boş ardıcıl natural deyil. Tək cüt 3-ə bölünən, 5-ə bölünən zat demir. Boş ardıcıl natural ədədlər deyirsəm, bunu normal özünüzlə fikirləşin də. Bir də mənə ardıcıl natural ədəd deyin. Məsələn, bir dənə deyəndə ki, bir 3-4 dənə də. Məsələn, bilginiz deyir ki, 5, 6, 7, 8-dən deyən ardıcıl. Yazın bura deyir. 5, 6, 7, 8. Ardıcıl natural ədədlərdə bu ardıcıl gəlirlər də. Yəni sən 5, 7, 6 belə bir şey, bunun ardıcıllığı yoxdur axı burada. Ardıcıl deyəndə, yəni ardıcıl formada gəlməlidirlər. Düz demirsən. Ardıcıl natural ədəd bunlar idi. Başqası bir 17, 18, 19, 20 də deyə bilər, fərqi yoxdur. Ardıcıl natural ədədlərə fikir verdin. Birinci 5-dirsə, ikinci bundan bir vahid böldüyən üstünə 1 gəldik, 6 oldu. Bu 6-dırsa, bundan sonra gələn bundan bir vahid böldüyən 6 gəlir, 1, 7. Bu 7-dirsə, bundan sonra gələn bundan bir vahid böldüyən üstünə 1 gələm, 8. Vəssalam. Bunu əzbərləməyə ehtiyac yoxdur. Artıq sən başa düşdün ki, ardıcıl natural ədədlər bir vahid artırırlar. İndi qulaq asın. Mən birinci ümumi yazılışları verəcəm. Ardıcıl natural ədəd üçündə, ardıcıl tək ədəd, ardıcıl cüt ədəd, ardıcıl 3-ə bölünən, 5-ə bölünən ədəd üçündə ümumi yazılışları göstərəcəm. Diqqətlə qulaq asın, tam məntiqini başa düşün. Sonra o qutarandan sonra mən sizə tənlik necə quracaqsınız onu göstərəcəm. Tənlik quranda. Çünki o ümumi yazılışdır, o bəzi suallarda istifadə olunur. Amma məsələn isə tənlik quranda o ümumi yazılışdan istifadə eləməsəydə olar. Onu da sizə göstərəcəm. Amma ümumi yazılışı da bilməlisiniz. Yəni ardıcıl natural ədədləri başa düşdünüz. Yəni ki, mən n desəm, birinci ədədimə hər hansı bir n natural ədədidir. Bundan sonra gələn nə olacaq? N, bundan bir vahid böyük olmalıdır. Artıq bunu n plus 1. Bundan sonra gələn n plus 2. Bundan sonra gələn bundan bir vahid böyük. Yəni ki, n plus 2-nin üstünə 1 gələndə n plus 3 və bu cür davam edəcək. Yəni birinci n-dirsə, ikinci bundan bir vahid böyük, yəni bunun üstünə 1 gələcəm. Üçüncü bundan artıq bir vahid böyük, yəni n plus 1-in üstünə 1 gələcəm. Eyni formada davam edəcəm, sonsuza qədər davam edə bilərəm. Problem yoxdur. Bu nə oldu? Ardıcıl natural ədədlərin ümumi yazılışı. Bunu bildik. Yəni mən burada n-in yerinə 5 də qoysam, belə olacaq. 5, 6, 7, 8, sonra 5 qoysam, hamısını gözləyir. 12 qoysam, gəldi 12, 13, 14, 15. Heç bir manesiliyi yoxdur. Amma indi, məsəl üçün mənə ardıcıl cüt ədədlər deyirlər. Hələm ümumi yazılışından danışıram. Məsələdə tənlik qurmağa da gələcəm, narahat olmayın, qulaq asın. Mənə ardıcıl cüt ədədlər deyir. Gəl özümüz fikirləşək, qaydanı özümüz çıxardaq. Ardıcıl cüt ədəd deyirsə, gəl fikirləşək. Bir dənə deyinə, sən oradan 8, 10, 12 məsəl üçün. Deyirəm, əla, 3 dənə deyirəm, davam etdirə bilərsən. Fikir verdim, birinci nədirsə, ikinci bundan 2 vahid böyükdür. Görürsən, 8 üstünə 2 gələndə 10 olur. Sonra 10 da üstünə 2 gələndə 12 olur. Bunu davam etdirib 14 yazsam, bunun da üstünə 2 gəlməliyəm. Deməli, ardıcıl cüt deyəndə 2 artır. Düzdürmü? Düzdür. Bunu başa düşdüm özüm qaydasını. Onda bəs bunun ümumi yazılışı necə olur? Deyəcəksiniz ki, n plus 2, n plus 4, bəli. Tənliklərə gəlib çıxanda onu deyəcəm, yaza bilərsən. Amma ümumi yazılışdan danışır indi. Ümumi yazılış yazanda, bir dənə elə belə göstərim, ağzınıza gəlin. Ümumi yazılışdan danışıram. Ümumi riyazi yazılışından danışıram. Yaxşı? Tənlik quranda olar. Mən deyəcəm, onu sonra gəlib çatacaq. Bax, sadəcə ağlımıza gələn yazaq. N plus 2,
n plus 4 ağlımıza gələn bu idi. Ardıcıl cüt ədədlərin ümumi yazılışını belə yazaq da. Ağlımıza hələ ki bu gəlir. Yenə də tənlik Quranda belə yaza biləcəyik. Gəl görəcəksiniz özünüzdə. Amma ümumi yazılışda belə yaza bilmərik. Niyə? Çünki ümumi yazılış o deməkdir ki, sən n-in yerinə qoyursan, qoy, burada ardıcıl cüt ədədlər yaranacaq. Ümumi yazılış bu deməkdir. Məsəl üçün, burada n-in yerinə qoyuramsa qoyum, ardıcıl natural ədəd yaranır. Ardıcıl natural yaranır. Nə istəyirsən qoy da n-in yerinə, yəni ki, natural ədədlərdən, tam ədədlərdən hər hansı birisini qoysun, şərtin ödənir də. Nə problem var ki? Naturallardan danışım. Natural ədədlərdən nə istəyirsən qoy, şərtin ödənir. Düzdürmü? Düzdür. Yəni elə bir şey ola bilməz ki, n-in yerinə hansı natural ədəd qoysun alınmaz ki, 28 qoy, 29, 30, 31 olacaq. Alınır. Amma burada belə yazsın. N-in yerinə məsəl üçün mən 5 qoysam, bu onda 7 olacaq, bu 9 olacaq. Düzdür? 5 üstə gəlir 2, 7, 5 üstə gəlir 4, 9. Olmur axı. Ümumi yazılışda belə yaza bilməzsən. Onda mən n-i hələ yazmalıyam ki, 100% n-in yerinə qoyuramsa qoyum, cüt alınsın orada da. Çünki cütlərin ümumi yazılış axı. Deyirəm, ağlına gəldi 2n kimi yazmaq, 2 vur n kimi yazmaq. Çünki sən bunu 2 vur n kimi yazanda, birinci ədədimi hələ yazıram. Bu 100% n yerinə qoyuram, n yerinə 1 qoyacam, 2 vurur 1, 2-dir, cütdür də. Deyirsən ki, tək ədəd qoyum, 17 qoyum, deyirəm qoy. 17 qoysam 2 vur 17, 34, cütdür də. Yəni bu ümumi yazılışda n yerinə qoyuramsa qoyum, alınacaqlar ardıcıl cüt ədədlər olacaq. Mən birinci ədədim 2n desəm, hindi 2 artır. İkinci ədədim 2n üstə gəl 2 olacaq. Üçüncü ədədim 2n üstə gəl 2-nin üstünə 2 gələndə, 2-nin üstə gəl 2-nin üstünə 2 gələndə, 2-dən 2-lər toplanır, olur 4. Bu formada davam edəcəm. Bax, ümumi yazılışdır bu. Ümumi yazılış. Deməli, ardıcıl natural ədədlərin ümumi yazılışını yazdıq və ardıcıl cüt ədədlərin ümumi yazılışını yazdıq. İndi ardıcıl tək ədədlərə gəlir. Təbii ki, ardıcıl tək ədədlər üçün də bir dənə nümunə yazaq. 13, 15, öz ağlımıza gələndə 17. Burada da gör ki, 2, 2 artır. 2, 2, 13 üstə 2 gələndə 15, 15 üstə 2 gələndə 17, 17 üstə 2 gəlsəm 19 gələcək. Bu cür davam edə bilərəm. Əla. Amma yenə də burada ağlımıza n plus 2, n plus 4 bu formada gələ bilər. O tənliklərdə işimizə yarayacaq. Amma ümumi yazılışda yaza bilmərik. Çünki bayaq dediyim kimi qoy yazım elə belə. n 2, 2 artıraq n plus 2, n plus 4 yazsam, mən n-in yerinə nə qoysam görək bu ardıcıl tək ədədləri versin də. Vermir axı. N-in yerinə məsələn 8-i qoysam bu 8 olur, bu 10 olur, bu 12 olur. Nə oldu? Ardıcıl tək verməyirdi. Cüt oldu axı. Düzdür? Ona görə ümumi yazılışda bunu yaza bilmirik. Onda ümumi yazılışda biz bunu necə eləyək ki, elə bir şey yazaq ki, o həmişə bizə teki versin. Sən bilirsən ki, 2n cütdür, 100% həmişə bunu bayaq isbat elədik də özümüzdə. N-in yerinə qoysansa qoy, 2-yə varanda cütləşir onsuz da. Artıq burada n-in yerinə qoysaq, burada ardıcıl cüt ədədə yaranacaq. Problem yoxdur. Onda mən cüt ədədimi yazdım, 2n cütdür də. Cüt ədəddən bir vahid azaltsam, 100% tək olmur. Çünki cüt ədəddən bir vahid dala gələndə nə yaranır? Tək ədəd yaranır. Məsələn, bir dənə cütdür ilə 18, bir vahid dala gəlir 17. Yoxsa təkdir. Deməli, istənilən cüt ədəddən 1 çıxsam, tək ədədim, cüt ədəddən 1 çıxsam, tək ədədim yaranır. Yəni, onda mən belə deyəcəm, 2n çıx 1 deyəcəm birisinə, birinciyə tutaq. İkinci nə olacaq? Onu onsuz bilirdik, 2 vahid artır, düzdürmü? Onda 2n çıx 1-in üstünə 2 gələcəm. Hələ belə bir kənarda göstərəm, bax 2n çıx 1-in üstünə 2 gələndə, müsbət 2 çıx 1, 2-dən 1 çıxanda, yəni müsbət 1 qaldı. Bu 2n üstə gəl 1 formasına düşür. Sonra bir dənə 2 gəlsəm, 2n üstə gəl 3. Sonra bir dənə 2 gəlsəm, 2n üstə gəl 5. Bu formada gedir. Bax, ardıcıl tək ədədlərin ümumi formasını belə yaza bilərsən. Çünki burada n-in yerinə, məsəl üçün, ürəyin istəyən cüt ədədi qoy. 20-ni qoydum, 2 vur 20, 40, 40-dan 1 çıxanda 39 edir. Yəni 100% burada alınanlar hamısı nə olacaq? N natural ədədləri bildirir də. Hansı natural ədədi qoyum? Burada aldığım bütün ədədlər tək ədədlər olacaq. Yəni ki, ardıcıl tək ədədlər yaranacaq. Burada cüt yarana bilməz. Çünki 2 vuran özü cüt eləyir. Sonra 2 ilə cütdən təki çıxanda tək alınır. Bax, cütün üstünə tək gələndə tək alınır. Cütün üstünə tək gələndə tək alınır. Cütün üstünə tək gələndə bu tərəflər tək olur axı bunu. Cütlə də təki toplayanda və cütdən təki çıxanda həmişə tək alınır. 100% burada həmişə nə alınacaq? Tək ədədlər alınacaq və şərtini ödəyəcək. Həmçinin bunu, bax, ardıcıl tək ədədlər təkcə 2n çıx 1 kimi yox, 2n plus 1 kimi də yaza bilərlər. Çünki özünüz gördünüz, 2n çıx 1 var, 2n plus 1. Yəni ki, mən bunu birbaşa belə də başlaya bilərəm. Birinci 2n plus 1 deyərəm, o birisini 2n plus 3 deyərəm, o birisini 2n plus 5 deyərəm, belə davam elətdirərəm. Yəni birincini 2n plus 1 deyərəm, çünki cütün üstə tək gəlir, tək yanır da. Bu formada yazmaq olar. Bunlar ümumi yazılışdır. Narahat olmayın, tənliyə gəlib çıxacağım. Lap yaxşı. Gəlin bir dənə, bunları silim də dair, bunları bildiniz. Yada salaram, lap bir yer gəlsə tezdən. Gəlin bir dənə də 3-ə bölünən, 5-ə bölünən, ona görə hamısı eyni şeydir. Məsəl üçün, deyir ki, 3-ə bölünən ardıcıl natural ədədlər. Bunun ümumi yazılışı necə olacaq? Yenə də bayaq kimi 3-ə bölünən ədədlər, bir dənə deyirəm mənə 3-ə bölünən ardıcıl natural ədədlər. Deyirsən ki, məsəl üçün 6 3-ə bölünür, sonra ondan sonra 9 3-ə bölünür, 3 artırıram da 12 3-ə bölünür, sonra 15
Və görürəm ki, 3-ə bölünən deyəndə 3% artır. Deyirəm, əla. Onda ilk ağlıma gələn bu olur ki, mən bunları n plus 3, n plus 6 belə yaza bilərəm. Yəni 3 artmır. Birinə n dedim, o birisi 3% artdı, n plus 3 oldu. O birisi 3% artdı, n plus 6 oldu. O birisi 3% artsa n plus 9 olacaq. Yaza bilərəm. Bilirəm, tənlik quranda yaza bilərsən, problem yoxdur, oralara gələcəm. Amma ümumi yazılış isə yaza bilməzsən. Çünki n-in yerinə ümumi yazılış odur ki, n-in yerinə nə qoyursan qoy şərti verəsən. Bax, məsəl üçün mən n-in yerinə birdən bura 5 qoysam, 5 3-ə bölünən ədəddir. Onda bu 8 olacaq, 5 3 8. Burada 5 qoysam 11 olacaq. 5 8 11 300 artırla atmaq. Amma 3-ə bölünən ədəd deyirlər axı. Hə. Onda 3-ə bölünənlərin ümumi yazılışını yazmaq istəyirəmsə, təbii ki, mən bunu ümumi yazılışda 3 vur n kimi yazacağam. 3 vur n. Sonra 300 artıracağım yenə. 3n plus 3, 3n plus 6 və s. bu cür davam edəcəm. 300 artıra. Yəni bir sözlə 3-ə bölünən deyəndə 3n ilə başlayacağam. Və 3-ə bölünən oldu, sonrası 3% arta geçəcək. Daha uzatmıram. 5-ə bölünən isə nə ilə başlayacağam? Birincə 5n deyəcəm, sonra 5n plus 5, 5n plus 10, 5 artacaq. 7-yə bölünən deyəndə 7n yazacağam. Ümumi yazılışdan danışıram. 7-dən yazacağım birinci ədədimi. Çünki 7-dən həmişə 7-yə bölünür. N yerinə qoysan qoy. Məsəl üçün də 8 qoydum N yerinə. 7 vur 8 56 idi. Yəni 7-yə vurulduğu üçün o ədəd 100% 7-yə tam bölünür də. Bax, burada ona görə 3-əni yazdım da. N yerinə qoyuram qoyum. 3-ü həmin ədədə vuranda alınan cavab 100% 3-ə bölünəcək. Çünki ədəd öz vuruqlarına bölünür axı. Hər bir ədəd öz vuruqlarına bölünür də. Bu arada danışmışıq. Hər bir ədəd öz vuruqlarına tam bölünür. Ona görə də 3-nin cavabı hər necə n yerinə qoyarsa qoyun, bu 3-ə bölünən ədəd alınacaq burada. Sonra 3 artıranda bunlar da 3-ə bölünən ədəd olacaq. Çünki 3-ən özü 3-ə bölünür, bu da 3-ə bölünür. 3-ən 3-ə bölünür, 6 da 3-ə bölünür. Yəni 100% 3-ə bölünən ədədlər olacaq və ardıcıl 3-ə bölünən ədədləri düzmüş olacaq. 5 üçün də eyni formada 5n ilə başlayacağam, 5 artıracağam. 12-yə bölünəndirsə mənə ardıcıl natural ədədlər 12n ilə başlayacağam. 12n plus 12, 12 artıra getəcəm. Aydındır. Bu ümumi yazılışları idi. Ümid edirəm ki, başa düşdünüz. Buna aid sual tipi az düşür, amma mən hər nöqtəsinə qədər demək istəyirdim ki, qoy bunu da biləsiniz. Amma indi keçirəm tənlik qurmağa. Tənlik qurmaq çox asan. Tənlik qurmaqda 3n zad lazımdır. Bax, keçirəm məsələ. Sırf məsələnin içində bizə deyəcək 3 ardıcıl natural ədədin cəmi budur, 5 ardıcıl natural ədədin cəmi budur, birincisi budur, beşincisi budur. Məsələnin içində ümumi yazılış deyilsə, sualda özünüz görəcəksiniz. Çox nadir hallarda ümumi yazılışa aid sual verirlər. Onu bildik, bu onun üçündür. Amma tənlik qurmaq, 90% tənlik qurmaqla məsələ həll olur. Tənlik qurmaq istəyəndə qayıdıram bura. Demir ardıcıl natural ədəd və salam hamısını x deyəcəksən. Birinci ədədimə deyəcəm x, ikinci ədədim olacaq x plus 1, üçüncü ədədim x plus 2. O hələ n plus 1 kimi də. O cür rahat geçəcək. Bir artıracağım. Çünki ardıcıl natural ədədin bir artdığını bilirəm. Və ona uyğun da tənliyin şərtinə uyğun bir dənə tənlik quracağam. Amma ədədlərini bu cür işarə edəcəm 100%. Cüt deyəndə, tək deyəndə fərqi yoxdur. Cüt dedirsə, təksə bu dəfə yenə də x deyəcəksiniz birinciyə, ikinciyə 2 artır. Cütlər də 2 artır. Məsələn 4, 6, 8, 10, 12, 2 artır. Təklər də 2 artır. Məsələn 7, 9, 11, 13, 2 artırlar da. Arasında 2 vaat fərq olur. Yəni birinci x, ikinci x plus 2 artırdım. Üçüncü bunun da üstündə 2 gəldim. X plus 4. Bu formada davam edə bilərəm. Neçə ədəd deyibsə ardıcıl tək ədəd və ya ardıcıl cüt ədəd. Burada bəs 2n lazımdır. Lazımdır. Burada yəni məsələdə sırf məsələdirsə ona ehtiyac yoxdur. O ancaq ümumi yazılış. Çox nadir hallarda sual olur. Əvvəldə deyim, yenə tam məntiqi, hər şeyə məlumat verim deyə onu dedim. Yaxşı, məsələ qurmaq çox asandır. Siz orada biraz məntiq oturduğunuz məsələdə ümumiyyətlə asan olacaq sizə. Yəni tək dedisə, bax yenə deyirəm, tək dedisə, cüt dedisə, bax belə yazım sizin üçün. Tək və cüt və ya cüt yazımlar, və ya cüt. Tək dedisə, cüt dedisə, x plus 2, ay 2x deyin buna, o birisini 2x sıxmıyor. Ehtiyac yoxdur, beyninizin nəsə yorulursunuz, yoxdur ehtiyac. Mən sizə deyəm ki, çox rahat şəkildə tək dedi, cüt dedi, birinci x-də, o birisi x plus 2, 2 artıra gedir, 2n çıx, biz bunlar fikirləşmir. Çətindir bu? Yox. Ardıcıl natural deyən x ilə başlayan x plus 1, x plus 2 gəlsən, ardıcıl təkdir, x plus 2, x plus 4 deyirsən, cüt dedi bunu gəlsən. Həmin 3-ə bölünən dedi, 4-ə bölünən düşün də, orada da x ilə başlayan, burada da 3n yazdım, o ümumi yazılışdır. Məsələdə həll eləyəndə ehtiyac yoxdur. Yaxşı? Amma ümumi yazılış kimi sual verilsə ki, olacaq 1-2 dənə sualda göstərəcəmsə yadınıza salacağam. Əsas budur. Məsələdə, o da əsaslıya təbii ki. Amma bundan daha çox istifadə edir. Məsələdə lazımdır 3n, 3-ə bölünən demədi, yenə birinci x deyəcəm. 3-ə bölünən deyə üçün bunlar 3% artır. X plus 3, x plus 6, x plus 9 belə geçəcək. Yəni birinci x dedim, üstünə 3 gəldim, x plus 3. Bunun üstünə 3 gəldim, x plus 6, bunun üstünə 3 gəldim, x plus 9. 7-yə bölünən birinci x deyəcəm yerində, ikinci x plus 7 olacaq. Üçüncü, bu da 7 artacaq. X plus 7 üstünə 7 gəlsəm, x plus 14 olacaq. Belə davam edəcəm. Çox asan. Tənlik qurmaq üçün budur. Ümid edirəm ki, tam məntiqi tutdunuz bayaqki izahdan. Buradan da ki, çox rahat, daha praktikləşdirdim. Birinci tam məntiqi deyirəm mən, həmişə çox praktik yolu keçirəm.
Praktik yol odur ki, ardıcıl naturaldirsə boş, x, hamısında x ilə başlayırsan. Tənlik qurmaq istəyirsən, onları x ilə adlandırmaq istəyirsən, hamısını x ilə adlandır yenə. Yəni hər tip sualda hamısını deyəndə. Ardıcıl naturalda x ilə başlayıram, sonra bir əsas mənə onların neçə vaxt artmağıdır. Birinci x istəyirəm, sonra bilirəm ardıcıl naturalda bax 1 artırlar, 1 artırdım. Tək və cüt dedi, yenə də x dedim birinciyə, bilirəm tək də cüt də 2 artıraq, fərq yoxdur hansını deyib, yenə də 2 artıraq deyirəm. 3-ə bölünən dedi, yenə də x ilə başlayıram. Mənə əsaslar neçəsə artır? 3-ə bölünən də 3 artırlar da. +3 artıra getdim. 7-yə bölünən də yenə də eyni şey. Yaxşı, çətin işlə yoxdur. Vəssalam. Hə, ardıcıl ədədlər mövzusunu, mövzu izahını burada dayanıram, amma qaydacam. Keçirəm ədədi ortaya. Ədədi orta nədir? Onu onunla əlaqələndirəcəm. Ədədi orta nədir? Ədədi orta bizə hər hansı bir ədədlər sırası verilir və ya ədədlər verilir. Məsəl üçün 5, 12, nə bilim 18, 10, bir dənə də olsun 20 tutaq ki. Elə-belə yaz. Məsələn olsa elə bilər. 5, 12 neçə eləyir? Ondan sonra deyəcəm. Ədədi orta nədir? Bizə ədədlər sırası verilir və bunların bu ədədlərin ədədi ortasını tap deyəndə biz əlimizdəki bütün ədədlərin cəmini tapırıq, hamısını bir-birindən toplayırıq, sonra bölürük sayına. Yəni ədədi orta budur. Ədədi ortanı tapmaq üçün həmin ədədlərin cəmini bölürsən saylarına. Kəsr xətti üstə bölmə deməkdir. Yəni mən bunların ədədi ortasını tapmaq üçün nə edəcəm? 5 üstə gəl 12, 17 üstə gəl 18, 35 üstə gəl 10, 45 üstə gəl 20, 65. Topladım bunların cəmi, hamısının bir yerdə cəmi 65 oldu. Böləcəm saylarına 1, 2, 3, 4, 5 dənədir. Bəsəm 65-ə böldüm, cavab olur 13. Yəni bu ədədlərin ədədi ortası 13. Ədədi orta tapmaq budur. Vəssalam. Ədədi orta budur. Hə. İndi ədədi ortanın bu düsturuna əsasən, bəzi məsələlərin o ədədi orta mövzusuna keçəndə mən daha dəqiq deyəcəm. Mən sadəcə ədədi ortada bunu uyğunlaşdırmaq istəyirəm ardıcıl ədədlərlə. Ədədi orta məsələsində görəcəksiniz ki, sizə bəzi məsələdə ədədi orta ilə say veriləcək. Qovunlaq bu düsturu belə yazım. Ədədi orta bərabərdir cəm bölünsün sayda, cəm bölünsün say. Bu bölməni yığışdırdım, bu cür bölmə yazdım da rahat görəsiniz deyə. Bax, bəzi məsələlərdə ədədi ortada görəcəksiniz ki, məsələnin içində ədədi ortana da verib, sayı da verib, amma mən bunların cəmini bilmirəm. Problem yoxdur. Buradan özünüz, bir dənə bunu bir söz 5 ədədi ortanı düstürürsün. Cəm nəyə bərabər tapmaq istəyirsən? Cəmi tapmaq üçün bu nədir? Bölünən, bu nədir? Bölən, bu nədir? Qismət. Yəni bunu buna bölüblər cavab alırlar da. Bölünəni tapmaq üçün nə edirdik? Aşağı sinif birlərinə bilik. Bölünəni tapmaq üçün, bölünəni tapmaq üçün. Bölənlə qisməti bir-birinə vurur. Bu bölünəni tapmaq üçün, bölənin budur, qismətin bunlar bir-birinə vurmalıyam. Yəni cəm nəyə bərabərdir? Ədədi orta vurulsun saya. Vəssalam. Yəni əsas düsturumuz ədədi ortanı tapmaq üçün cəm bölünsün saydır. Bəzi məsələlərdə bu lazım olacaq. Onsuz da o məsələ tiplərini keçəndə 1-2 dəfə mən onu tətbiq edəndən sonra beyninizdə tam oturacaq. Siz əsas bunu bilirsiniz ki, ədədi orta nədir? Həmin ədədlərin cəmini saya bölür. Bunu bildik lazım. Bunun ardıcıl ədədlərlə nə əlaqəsi var? Var əlaqəsi. Hələm gəlin keçirəm ardıcıl ədədlər, mən sizə başqa bir şey göstərəcəm. Baxın, ədədi ortada hər hansı bir bizə ədədlər sırası veribsə, bunun ədədi ortası tapmaq üçün oradakı ədədləri toplayıb sayına bölürük. Bunu bildik su kimi. Topladım hamısını, neçə dənədirlər sayına böldüm, bu mənə ədədi ortanı verir. Amma maraqlı bir məqam var ədədi orta mövzusunda. Məsəl üçün bir dənə ardıcıllıq yazdım. 3, 5, 7, 9, 11. Bax, hələm qaydanı demirəm. Gəlin bunun ədədi ortasını tapaq, özümüzə maraqlı yazın. Hələ belə bunun ədədi ortasını tapaq. Bu ədədi orta neçədir? 3 üstə gəl 5, 8, üstə gəl 7, 15, üstə gəl 9, 24, üstə gəl 11, 35. Cəmləri 35 oldu. Neçə dənədirlər? 1, 2, 3, 4, 5 dənə. Ədədi orta tapmaq üçün bunların cəmini saya bölməliyəm. Axı, böldüm saylarına 5 saat, neçə oldu? 7. Fikir verin. Mən buna ədədi ortasını tapdım, 7 oldu. Burada 7 var, var Rasim. Hardadır? Düz ortada. Ay, sol. Bax, düz ortada 7 var. Düz ortada, bax, sonunda 2 dənə ədədi var, sağında da 2 dənə ədədi var. Deməli, düz ortada da 7, 5 dənənin düz ortasındadır. Deməli, beyninizə bu sayılır. Ədədi ortanı tapmaq ortadakı ədədi göstərir bizə. Yox, həmişə yox. Hansı hallarda? Əgər bizə verilən ədədlər sırası müəyyən qanuna uyğunluqla düzülübsə, onun ədədi ortasını tapanda düz ortadakı ədədi göstərir. Fikrimi biraz izah edəcəm. Bax, məsəl üçün 10, 5, 12, neçə oldu? 15, 27, 1, 7. Belə bir ardıcıllıq düzəltdim. Bunların arasında heç bir qanuna uyğunluq yoxdur da. Amma bu yazdığımda qanuna uyğunluq var. Bu 3'dir, bu 5'dir. Yəni 2 artılar. Bax, 2, 2,
7-2, 9, 3-2, 11. Yəni, əgər bir sırada müəyyən qanuna uyğunluq varsa, eyni qədər artırılırsa və ya eyni qədər azalırsa orada ədədlər. Hə, onların ədədi ortasını tapanda gedir düz ortadakı ədədi verir. Amma əgər o ədədlərin sayı da tək saydadırsa, ora qayıtacağam. Tam başa düşürsünüz deyə bir dənə başqa ardıcıl göstərim. Məsəl üçün bunları da ortası tapsam 10 ilə 5, 15, 12, 27, 1, 28, 7, 35. Yəni cəmlərini tapdım. 35-i 5-ə böldüm, oldu 7. Hani 7 ortada durub be ya? Yox. Düzdür? Heç dəxli yoxdur. Heç ola bilər ki 7 cavabı olmasın burada. Bunu 2, bunu 6 yazardım. Gələ. Yenə toplayacağız olacaq 35. Toplayacağız görəcəksiniz 15, 27, 29, 35. Böldüm 5-i cavabı aldım 7. Baxacaqsınız heç 7 burada 7 cavabı burada yoxdur. Yəni ki, ədədi orta həmişə ortadakı ədədi vermir. Bir dənə bunu yadda saxlayın. Ədədi ortanı öyrəndiniz. Ədədi orta tapmaq onsuzsa istənilən ədədi sıranın ədədi ortasını tapa bilərsiniz. İstənilən. Bu sizə heç bir qadağa yoxdur. Ədədi orta tapmaq üçün bütün ədədləri toplayıb saya bölürsünüz. Amma xüsusi bir hal var ki, əgər bizə verilən ədədlər eyni qədər arta ardıcıllıqla düzülübsə, eyni qədər arta ya. Bax, məsəl üçün bir dənə də göstərim. Tutaq ki, 5, 8, 11, 14, 17, bax biraz daha mənim 20, bir dənə də yazım 23. Bax fikrin 5 üzrə 3, 8, 8 üzrə 3, 11, 11 üzrə 3, 14, 14 üzrə 3, 17, 17 üzrə 3, 20, 20 üzrə 3, 20. Eyni qədər artır. Arada birisi başqa cür atsa olmaz ücə. Necə olmaz? Siz onun ədədi ortasını tapa bilərsiniz. Onun ədədi ortasını həmişə tapa bilərsiniz. Amma o ədədi orta düz ortadakı ədədi verməyəcək. Əgər eyni qədər artırırlarsa və ya eyni qədər azalırsa həmin ədədlər, o zaman ədədi ortanı tapanda düz ortadakı ədədi verəcək. Amma o da hansı halda? Ədədlərin sayı tək sayda olanda. Yəni ki, bax burada 1, 2, 3, 4, 5, 6, 7 dənə ədəd var. 7 nədir? Təkdir də. Yəni bunların sayı tək sayda. Burada neçə nədir? Bax 5 nədir? 1, 2, 3, 4, 5. Ədədlərin sayı tək saydadırsa və onlar eyni qədər arta gedirlərsə və eyni qədər azala gedirlərsə fərqi yoxdur. O zaman onların ədədi ortası tapanda düz ortadakı ədədi verəcək. Yalnız bu halda ya, bax qarışdırmayın. Hər ədədi ortadakı ədədi vermir. Dəfələrlə təkrarlayıram bunu, tam beyninizə həkk olsun deyə. Nə vaxt ədədi orta düz ortadakı ədədi verir? İki nahal deyirəm, bax. Nə vaxt ədədi orta düz ortadakı ədədi verir? 1. Bu ədədlər eyni qədər artsın və ya eyni qədər azalsın. Aralarındakı məsafə eyni olsun. 3 artırılsa hamısı 3 artsın. 3 azalsa hamısı 3 azalsın. İkisi 3 artdı, birisi 1 artdı olmaz. Eyni qədər hamısı. Yaxşı, birinci qayda budur. Ədədlər sırasındakı ədədlər eyni qədər arta getsinlər və eyni qədər azala getsinlər. Bu birinci qayda. İkinci qayda da ki, ədədlərimin sayı tək sayda olsun. Bu iki şərt ödənirsə, yəni ki, ədədlərim eyni qədər arta gedir və eyni qədər azala gedir və üstəlik ədədlərimin sayı da tək saydadırsa, bu iki şərt ödənirsə, o zaman ədədi ortanı tapanda ədədi orta bizə düz ortadakı ədədi verəcək. Düz ortadakı. Aydındır? Çətin bir şey yoxdur ki burada. Məncə yoxdur. Bax, məsəl üçün bunların ədədi ortası tapaq. Burada gördük 3 artırırlar, qanuna uyğunluq var. Üstəlik də ki, sayıları 7 dənə idi, yəni tək saydadırlar. Deməli, bu iki dənə şərtim ödədim də birinci şərt eyni qədər artsınlar, ikinci şərt sayıları, ümumi sayılar tək sayda olsun. Başlayaq. Bu ədəd tutulması 5, 8, 13, 11, 24, 14, 38, 17, 55, 20, 75, 20, 98. Cəmlərini tapdım. Bölməliyəm sayılarına 7 ədəd var. 7-yə böldüm. 98 7-yə bölmək bunların ədəd ortası tapmaq deməkdir. 98 7-yə bölünün cavab oldu 14. 14 hardadır bax? Düz ortada. 14-ün soluna bax. 1 2 3 dənə. Sağına bax. 1 2 3 dənə. Düz ortada da sonda 3 dənə var, sağında 3 dənə var. Düzdürmü? Yəni ədədi ortanı tapanda ədədi orta düz ortadakı ədədi bizə göstərir. Tezləndirəm. Hansı halda 1 eyni qədər arta getsinlər və ya eyni qədər azala getsinlər. İkinci qaydadakı, daha doğrusu ikinci şərtdəki ədədlərin sayı tək sayda olsun. Cüt sayda olsa olmur. Yaxşı, məsələn 8 ədəd olsa o qayda ödənmir. Ədədi ortanı tapa bilərsən də tapırsan, amma ortadakı ədədi vermir. Ədədi ortanı istənilən üçün tapırsan. Bunu qarışdırmır. Bu o deməkdir ədədi ortanı tək sayda onu tapırlar. Yox, istənilən halda tapırsınız, qarışdırmayın. Amma belə hal olanda bu iki dənə şərt ödənəndə ədədi ortanı tapanda düz ortadakı ədədi verir. Bəs bunun ardıcılıqla nə əlaqəsi var? Ardıcılıqla əlaqəsi var da. Ardıcıl ədədlər deyəndə bax, məsəl üçün gələcəkdə bizə sürətli tapmaq üçün təbii ki, tənlik qurmaqla da eləyə bilərik. Məsələlər keçəndə görəcəksiniz x plus 2 zad yazıb bərabər eləyə bilərik. Amma tutaq qoy beynimdə bir dənə ədəd fikirləşim, özüm ona uyğun məsələ qurumda. 43, hə, düz hesabladımsa, yox. 11, 29, 8, 11, o da 14. Düz hesablamışam da. 8, 11 daha deyirəm sizə də 11,
Bir dənə də 14. Neçə edir? 19, 33. Hə. Mənə məsələ veriblər güya ki, deyirlər ki, 3-ə bölünən, daha doğrusu 3 artan, 3 artan, aralarında 3 vahid fərq olan 3 natural ədədin cəmi 33-dür. Məsələdə onsuz görəcəksiniz, 33-dür. Bunlardan deyir ki, ikinci ədəd tap. Bu əgər 3 dənə ədəddirsə, 1, 2, 3 dənə ədəddirsə, məndən ikinci ədəd tap deyirsə, düz ortadakini deyirlər tap. Və üstəlik demir, bunlar 3 artırırlar. Bunlar 3 artırırlarsa, mən bunların ədədi ortasını tapsam, düz ortadakı ədəd tapmış oluram da, düz demirəm, düzdürsən, rast. Ədəd ortası üçün mənə lazımdır. Cəmlə say lazımdır. Cəmi sayı böldükdə. Cəmi verib də mənə bunların cəmi 33-dür. Sayılarını da verib ki, 3 dənədirlər. 3 dənə. İkinci ədədi soruşur mənə. Yəni ortadakı. Mən 33-ə bölsəm sualımın cavabı hazırdır. Rəssam 2 saniyəyə ortadakı ədədin 11 olduğunu tapdım. Digərlər neçədir? Bunu 3 azalt, bura 8-dir. Digər neçədir? Bunda 3 artır 14-dür. Çünki bu 3 artır ədədlər deyirlər. Ortadakini tapmışamsa, soldakı bundan 3 vahid azdır, sağdakı bundan 3 vahid çoxdur. Davam etsəm 3 artıra getəcəm. Sözümün canı, heç bunlar mənə lazım deyildi. Mən ikinci ədəd üçün sualımın cavabını tapmışam. Sözümün canı nədir? Yəni bu bizə çox kömək olacaq bu qayda. Bax, məsəl üçün biz bunu başqa cür də eləyə bilərdik. 3'ə bölünən ədədlərin cəmi, daha da 3'ə bölünən yox, 3 vahid bir-birindən fərqlənən 3 ədədin cəmi 33 deməmişdi bizə. Biz bunu belə də həll edə bilərdik. Birinciyə x deyərdik, ikinciyə x plus 3 deyərdik. Çünki 3 vahid fərqlənər axı bir-birindən. Buna x plus 6 deyərdik. Sonra bu üçünün cəmi 33-ə bərabərdir yazı ki, görəcəksiniz. Məsələmizi həll edə bilərik. Cavabı tapacağıq, amma daha qısa yolu var axı. Və hətta bəzi suallarda məsəl üçün də bizə deyəcək ki, heç tənlik qurmaq sərf eləməyəcək də bizə. Məsəl üçün deyirəm, yerində ədədi özümdən atıram, düz alınmaya bilər də böləndə. Məsəl üçün mənə deyər ki, 1-1 artan və ya 1-1 artan deyim də, 1-1 artan 100 natural ədədin cəmi 5050-dir. Məncə düz gəlməlidir. 5050-dir. Hə. 100 deməyək də, yox. 100 sayda oldu axı. Görək 90. İndi özümə atıram da, yəni məsəl üçün də 9900-dür. 9900. Yəni ki 99 dənə ardıcıl natural ədədin cəmi 9900-dür. İndi bunlar neçədən başlayıblar biz bilmirik ha. Bəlkə 1-dən başlayıblar, bəlkə 122-dən başlayıblar, amma ki 99 da ardıcıl natural ədəd yazılır və bunların cəmi 9900-dür. Və sual verir ki mənə, deməyəcək düz ortadakı, məni çaşdırmaq üçün deyəcək ki, 50-ci, 49, bəli, 50-ci ədəd neçədir? 50-ci ədəd. Deməli, 99 ədədin cəmi 9900-dür ardıcıl natural ədədlərin cəmi. 50-ci yerdə duran ədəd neçədir? Mən bu qaydanı biləndə işim rahat olacaq. Çünki mən bunu təlimlə gəlmək istəyirəm, onda görə belə eləyim. Ardıcıl natural ədəd deməmişdim, birinci x dedim, ikinci bundan bir vahid böldü, x plus 1-dir, ikinci x plus 2-dir, x plus 98-ə kimi gediyim, sonra bunların cəmini bərabər 9900-ə daha imtahanın vaxtı bitdi ki. Amma mən artıq bu qaydanı biləndə ki, bilirəm axı, ədədlər eyni qədər artırsa və sayları tək saydadırsa, onların ədədi ortasını tapanda düz ortadakı ədədi verir. Bu qaydanı bilirəmsə, deyirəm, bir dəqiqə, bu 50-ci ədəd deyib. Əgər 98 də ədəddirsə, düzdür, 99 dənə, 49 dənə ədəd burada var. Bu 50-ci ədəddir, bu tutaq ki. 49 dənə ədəd burada var, 49. Bax, 49 solunda 49, 98, bir də özü 99-da. Bu 50 əslində ortadakı ədəddir. Deyirəm, ortadakı ədəddir. Bu ortadakı ədəddirsə, bunlar da ardıcıl natural ədəd bir-bir artırılır, eyni qədər artırırlar. Sayıları tək sayılır. O 2 dənə deyim şərt ödənir. Deməli, mən burada ədədi ortanı tapsam, bu ədədlər sırasında ədədi ortasını tapsam, mən hələ düz ortadakı ədəd, yəni ki, 50-ni verəcək, mənə də bunu soruşublar. Və bu mənim beynimdə sürətli şəkildə düşünəndə 2 saniyə sualın cavabını tapıram təbii ki. Mən izah verirəm deyə uzun danışımda. Və sənin şəhərini oxuyan kimi həllim nə olacaq? 9900 bölü 99. Çünki ədədi ortanı tapmaq üçün bunların cəmi verib axı. Bölməliyəm sayılarına. Sayı da verib 99-a. Bu bizə ədədi ortanı verir 100. Yəni mənim düz ortada duran ədədim 100-dür. Yəni mənim bu nömrələr idi ya, nömrəsi ilə 50-ci nömrə. Buradakı ədəd 50 demirəm, amma 50-ci nömrədir. 99 ədəd var. 49 solunda, 49 sağında 98. Düz ortada 50-ci ədəddə 99. Deməli mən bunun 100 olduğunu tapdım. Çünki düz ortada duran 50-ci ədəd 100-dür. Əsam, yenə də mən izah verirəm deyə uzun-uzadı danışdım. Amma bunun həlli bax bundan ibarət. Təbii ki, mən qaydanı tam qəbul edirəmsə. Bax, ardıcıl natural ədədləri bildiniz. Təki, cütü, hamısını dedik də, 3-ə bölünən, hamısını dedik. Ədədi ortanı da bildiniz. Necə tapırlar? Cəmi saya bölmə ilə tapırlar. Bildiniz. İstənilən ədədlər sırasının ədədi ortasını tapa bilərsiniz verilsə. Həmişə də tapa bilirsiniz. Amma xüsusi bir hal var idi ki, tezdən təkrar mövzunu qutaram ona görə. 2 dənə şərt ödənərsə, o xüsusi haldır. O 2 dənə şərt nədir? Ədədlər eyni qədər arta-arta və ya azala-azala gedirsə, bu 1.
İkincisi də ədədlərin sayı tək saydısa, həmin ədədlər sırasının ədədi ortası düz ortadakı ədədi verir. Məsələlərdə də, bundan sonraki videoda bu məsələləri həll edəcəyik. Məsələlərdə də bu öyrəndiklərimizi tətbiq edəcəyik. Ümid edirəm ki, daha da mükəmməlləşəcək. Bu bizim mövzu izahımız. Çevirin. Bu mövzu izahını bir-iki dəfə də baxın, əgər zəif başa düşmüşsə. Ondan sonra keçin növbəti videoda artıq mən keçəcəyim testlərə, öyrəndiyimizi tətbiq eləməyə, orada izahlar verəcəyim. Orada özünüzü biraz da təkmilləşdirin, tətbiq etmə qabiliyyətinizi artırın. Bu videonu bitirin. Bu video olub bu qədər. Diqqətinizə görə çox sağ olun. Sağ olun.